أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين وهو المعين الحمد لله السلام على رسول الله وعلى آله آل الله. Allahın salamı olsun pak müqəddəs Əhl-i Beyt əleyhimussalama və siz əziz dəyərli müsəlmanlara, əziz dəyərli izləyicilərimizə. İnşallah bugündən etibarən Allahın izni ilə yeni bir verilişlə sizlərin xidmətində olmaq istəyirik. Ümumilikdə Quran maarifidir verilişimizin məqsədi. Qurandan maariflənmək, Quran ayələrindən, Quran-ı Kərimin nazil olması, ayələrin nazil olma səbəbləri və bu yönümdə olan bir inşallah verilişimiz olacaq və verilişimizin əziz dəyərli qonaqları Azərbaycanımızın fəxr olması Quran qarilərindən və eyni zamanda ruhani rahib müəllim və eyni zamanda əziz dəyərli Quran qarimiz Azərbaycanımızın dəyərli Quran ustadlarından olan Kamal müəllim həm ruhanimizdir, həm də eyni zamanda Qarabağ döyüşlərinin 44 günlük müharibəmizin iştirakçısı, eyni zamanda qazimizdir. Hər ikinizi salamlayıram və siz də inşallah əziz izləyicilərimizi salamlayarsınız. Buyurun. Selamun aleyküm və rəhmətullah. Hər birinizi xoş gördük. Allahın və izzət səlamına bu verilişimizdə Qurana xidmət eləməkdə bizi müvəffəq eləsin. Allah verilişimizə inşallah daim qərar versin. Amin inşallah. Selamun aleyküm və rəhmətullah. Mən də uğurlar arzulayıram inşallah. Bu verilişimizi Allah müvəffəq eləsin, müvəffəqiyyət nəsib eləsin inşallah. Amin inşallah. Verilişimizin mövzusu bugünə olan mövzusu Quran-ı Kərimin nazil olma səbəbləri, Quran-ı Kərim anlayışı, hidayət anlayışı nə deməkdir? Bir də Quran-ı Kərim yalnız müsəlmanlara aid olan bir kitabdır, yoxsa ümumbəşər bir kitab olduğunu inşallah siz əzizlərlə bölüşərik. Rahib müəllim, Quranın nazil olma məqsədi, yəni Quran-ı Kərim nəyə görə nazil olub? Belə bir sual var. Bismillahirrahmanirrahim. Quran-ı Kərim özü Quranın nazil olma səbəbi barəsində buyurur ki, Bismillahirrahmanirrahim. İnnə həzəl Qur'anə yəhdi lilləti hiyə əqvam. Həqiqətən bu Quran insanları ən qüvvətli yola hidayət eləyir və möminlərə bəşarət verir. O möminlər ki, əməli salihdirlər və onlar üçün وَيُبَشِّرُ الْمُؤْمِنِينَ الَّذِينَ يَعْمَلُونَ الصَّالِحَاتِ أَنَّ لَهُمْ أَجْرًا كَبِيرًا. Böyük bir əcr, mükafat onlar üçün müjdələyir və Quran-ı Kərimdə hacı və yaxud sual verdiniz ki, Quran-ı Kərim ümumbəşər üçündür. Bəli, Həzrət Peyğəmbər sallallahu barəsində buyurur ki, وَمَا أَرْسَلْنَاكَ إِلَّا كَافَّةً لِلنَّاسِ بَشِيرًا وَنَذِيرًا. Ey Peyğəmbər, biz səni bütün ümmət üçün, kaffətən linnas, bütün insanlar üçün göndərmişik. Nəinki bir qövmə, bir tayfaya və yaxud da misalsın, hətta müsəlman, iman gətirən qeydini də vurmur. Kaffətən linnas, bütün insanlar üçün biz səni Peyğəmbər olaraq göndərmişik. Əhsən, Allah razı olsun. Kamal müəllim, sizin nə əlavələriniz olar bu mövzuda? Bismillahirrahmanirrahim. Bəli, Quran-ı Kərim hidayət kitabıdır. İnsanları, bütün insanları hidayət eləmək üçündür və Quran-ı Kərim hacı vurğuladığı ayə əsasən möhkəm bir yola hidayət eləyir. Möhkəm bir yola hidayət eləyən kitabın özü də gərək möhkəm bir kitab olsun ki, onu da Kəhf surəsində Allah Teala buyurur ki, Ləm nəcəalləhu ivəcən, ardıcan buyurur qayyimən. Biz bu Quranda bir əyrilik, bir saxtakarlıq, belə deyək ki, qərar verməmişik. Əksinə bu kitab qəyyimdir, möhkəm bir kitabdır, safdır və zəmanət verici bir kitabdır ki, insanların səadət və xoşbəxtliyin təmin edir. Bəli, Quran-ı Kərim sual ki, dediniz, ümumbəşəri kitabdır, yoxsa elə bir millətə, bir xalqa mənsubdur. Quran-ı Kərimin ayələrinə əsasən və Peyğəmbərin də sallallahu aleyhi və aleyhi və səlləm yanında olan səhabələrə baxdıqda biz görürük ki, Peyğəmbərin yanında olan səhabələr də bir millətdən deyil.
müxtəlif millətlərdən olan insanlar peyğəmbərə iman gətiriblər və peyğəmbər də bunların heç birinə də qadağa qoymayıb ki, yox, bu din, bu Quran sırf bizim millət üçündür, bizim xalq üçündür. Misal üçün sizin iman gətirməyiniz olmaz. Amma əksinə peyğəmbər onları qəbul eləyib və onların da iman gətirməklərini təsdiq edib Həzrəti Peyğəmbər. Və Qurani-Kərim ayələrindən də ifadələr ki var, müraciətlər ki var. Ya əyyuhən nas, ya əyyuhəl insan. Bu ifadələr də onu göstərir ki, Allah Teala tək müsəlmanlara yox, tək bir xalqa yox, ümumi insanlara, xalq adı çəkmir, bəli, ümmət adı çəkmir, ümumi insanlara müraciət edir. Ya əyyuhən nas, ey insanlar. Və yaxud ya əyyuhəl insan, insan adlı bütün varlığa müraciət eləyir. Və həmçinin ümumbəşəri olmağından da onu göstərir ki, Qurani-Kərim tək bir, belə deyək, ağılda danışmır. Həm dərin düşüncəli insanlar üçün danışır, həm də sadə düşüncəli insanlar üçün danışır. Biz onu ayələrdən də görürük ki, Allah Teala belə deyək, məntiqli və fəlsəfi ayələrdə qeyd edir və onun qarşılığında da misallar çəkir. Və sadə ayələr və misallar da çəkir ki, sadə düşüncəli insanlar da başa düşsün. Yəni, həm bütün insanlara aiddir, həm də bütün ağıllara aiddir. Allah razı olsun Kəmal müəllim, çox gözəl və dəyərli fikirlərinizə görə. Rahib müəllim, yəqin ki, tələbəçilik vaxtlarımızda Qurani-Kərimin ayənin şən nüzulu, nazil olma səbəbi bu məsələlərə cüzi bir aydınlıq istəyərdim. Gəlsin. Amma bundan sonra hazır olun, maraqlı bir sualım olacaq. Özüm üçün də maraqlıdır. Bunun da ətrafında bir neçə kəlmə danışarıq inşallah. Buyurun. Quran-ı Kərimin bir səbəb-i nüzulu var, yəni nazil olma səbəbi. Amma nazil olma səbəbi ilə yanaşı həmin ayə hər kəsə də aid olur. Əlbəttə müəyyən bir məsələ səbəb olur ki, həmin ayə nazil olsun. Misal üçün Quranda bir ayə var. Surə Tövbədə. فَلْيَضْحَكُوا قَلِيلًا وَلْيَبْكُوا كَثِيرًا جَزَاءً بِمَا كَانُوا يَعْمَلُونَ. Çox ağlayın, az gülün, cəzaən. Bu onun əvəzindədir ki, siz bəzi işlər əmələ gətirmirsiniz. Yəni sizin elədiklərinizin, əməllərinizin müqabilində çox gülməyə haqqınız yoxdur, çox ağlamağa haqqınız var. Və yaxud misal üçün heç əməl barəsində yox, digər bir məsələ. Qeyri-müsəlmanlar, səhv etmirəmsə, xristiyanlar idi, gəldilər, dedilər, Rəbbivi bizim üçün vəsf elə, İxlas surəsi nazil oldu. Nazil olma səbəbi budur. Amma hər bir halda ya elmi məsələ olsun, ya əməli məsələ olsun, görsən ki, o ümumi orada bir fikir bildirilir də. Yəni fəqət o şəxsə aid ki, ayə nazil olub, onlara aid deyil. Hətta Həzrət Peyğəmbərin özünə də nazil olan ayələr bir çoxu ümmətə də aid olur da. Yəni bir növ xitab edir Allah Teala və o vasitə ilə hansısa hadisənin içində belə deyək də bir cinayət baş verməmiş qanun tətbiq olunmur. Qanun o vaxt tətbiq olunur ki, bir cinayət baş versin. Mümkündür ki, insanların elmi inkişafı, tərəqqisi o qədər dərinləşsin ki, bugün bizim ağlımıza gəlməyən bir cinayət 100 il bundan sonra baş versin. Nə qədər ki, o cinayət hələ ortaya çıxmayıb, onun bir qaydası və qanunu yoxdur. Yəni, o hadisələr baş verdikcə Allah Teala bu ayələri göndərirdi. Kimi belə bir nəzər ağlımıza gəlir. Buyurun, sözü tamamlayın. Quranda bir ayə var. İslamın ilk dövrlərində bəziləri həm şərab içirdilər, sərxoş olurdular, həm də eyni halda namaz qılırlar. Peyğəmbər sallallahu iman gətirmişdilər. Bir ayə nazil oldu. Ya eyyuhellezine amanu la taqrabus salata və antum sukara hatta ta'lamu ma taqulun. Müfəssirlərdən biri deyir ki, bu ayə həmin şəxslər barəsində nazil oldu. Ey iman gətirənlər, sərxoş halda namaza yaxınlaşmayın, o zamana qədər ki, biləsiz nə deyirsiniz. Çünki sərxoş halda namaza durub, nə dediklərini bilmirdilər. Deyir ki, ola bilsin, Quran-ı Kərim bizi təfəkkürə dəvət eləyir. Həm də tədəbbür, yəni biz başa düşək və
o şeylər ki, bizə qadağadır, ondan çəkinək. Yəni biz bu ayələri niyə oxuyuruq? Kimisə barəsində oxuyaq, elə deyək, onların barəsindədir, elə deyil. Bəs o ayə bizə nə aidiyyəti var bu ayənin? Deyir ki, o ayə bizə də aiddir. Axı biz şərab ismirik, o ayədir, yəni şərab müəyyən mərhələdən sonra tam şəkildə haramlığı buyuruldu və ondan sonra məsələ bitdi. Bəs o ayənin nə qədər qüvvəsi qalır? Tarix kimi qaldı, yoxsa bizə də aidiyyəti var? Deyir, aidiyyəti var. Aidiyyəti nədir? Deyir, orada Allah Taala nə üçün qadağan eləyib? Deyir, namaz qılanda nə dediyinizi biləsiz deyə sərxoş halda namaza yaxınlaşmayın. Bu deyir, bir dənə işarədir. Həm onlara ki, siz o işi görsəz, nə dediyinizi bilməyəcəksiniz. Həm də namaza durduğun zaman çalışasan ki, diqqət eləyəsən. Nə dediyini biləsən. Dünya məsliyində. O ayələrin də belə deyək də ardıcıl 3 dənə formada gəlib də səhv eləmirəmsə ki, ikincidə biraz da artıq hökm qoyur Rəbbimiz. Bir mənfəət var, həm də ziyan var, bir də xeyir var. Bir mənfəət var, maddi mənfəət mümkündür ki, ola, amma və ismuhumə əkbər min nəfəyimə. Sonda da fəctənibuhu belə bəli, tamamilə o işlərdən çəkinin, əmr olaraq gətirir. Bu özü bir dənə üsluba bənzəyir. Allah Möminun surəsində qad əfləhəl müminun əllezîne hum fî salâtihim xâşi'ûn. Bir də orada belə bir ayə var. Anil ləğvi mu'ridun. O ləğv işləri mu'rizun kəlməsi ilə gətirməkdə belə bir, yəni birdən-birə tullamır kənara. Onları ərizə eləyir. Mu'rizun asta-asta kənara qoymağı bir növ təklif eləyir. Zehnimdə olan belə bir misal var. Ona fikriniz nədir, müəllim? Siz deyəndə ayənin elə bir lüğəti mənasına istədim bir diqqət yetirim. Yadımda olan budur ki, mu'riz ismi fail olduğuna görə hər zaman ləğv işdən çəkinərlər. وَالَّذِينَ هُمْ عَنِ اللَّغْوِ مُعْرِضُونَ. Hər bir zaman ləğv iş görsələr, ondan çəkinərlər. Bir məsələ diqqətimi çəkir. Baxın, Quran-ı Kərimin nazil olması, yəni bunun üzərində həqiqətən insanın dayanması, onun haqqında düşünməsi belə deyək də çox lazımdır ki, insan bunun barəsində düşünsün. Çünki baxın, bəzən bizə belə sual ünvanlayırlar ki, əgər Quran gəlməsəydi, əgər Peyğəmbər göndərilməsəydi, insanlar Allahı tapa bilərdilərmi? Başqa bir dənə mövzuda mən belə deyək, əqidə ustadlarının dediyi sözlərdən biridir. Deyir, məsələn, elə yer var ki, dünyanın elə bir məkanları var ki, ora insan, o tayfa digər tayfalarla əlaqəsi yoxdur. Məsələn, o insanlara Quran gedib çatmayıb. Orada əzan yoxdur. Orada o tayfaya bir Peyğəmbər sədası gəlib çatmayıb. Onların arasında olan, belə deyək, pis, yaxşı, yəni qiyamətdə onların cəzası hansı tərzdə baş verəcək? Ustadlar buna belə bir cavab verirlər ki, o cəmiyyətin içində, o yaşanan yerin içində onların özlərinə görə qayda qanunları var. Yəni onların öz arasında pis və yaxşı deyilə bir anlam var. Bilirlər ki, bu iş pisdir, bilirlər ki, bu iş yaxşı işdir. Yəni onlara bunu göstərən nədir? O pisi və yaxşını ayırd eləyən ağıldır. Bəli, ağıl yolu ilə bunlar onu öz aralarında ayırd eləyirlər və onların qiyaməti də, cənnət cəhənnəmləri də orada bildiklərinin miqdarındadır. Belə bir sual yaranır həqiqətən də ki, yəni birdən əgər Quran-ı Kərim nazil olmasaydı, yəni mən qayıdıram, Quran niyə nazil olub sualına ki, birdən Quran-ı Kərim nazil olmasaydı, biz insanların bu qədər qaydalardan, qanunlardan nə dərəcədə insan hidayət ola bilərdi? Bax, belə bir mövzu zehnimə gəlir. Danışa bilsəz, bu barədə davam eləyə inşallah. Yəni mövzumuzda bu barədə bir Quran ayəsi də var. Özüm də bir fikir bildirmək istəyirəm. Əlbəttə fikrimizi bölüşdürürük inşallah burada. Quran-ı Kərim buyurur, əgər biz Peyğəmbər göndərməsəydik, deyərdilər ki, وَقَالُوا لَوْلَا أَرْسَلْتَ إِلَيْنَا رَسُولًا فَنَتَّبِعَ آيَاتِكَ مِنْ قَبْلِ أَنْ نَذِلَّ وَنَخْزَى. Surə Tahada. Onlar belə bir iddia eləyə bilərdilər ki, Allah sən Peyğəmbər göndərsəydin, biz zəlil və xar olmamışdan qabaq tabi olardıq. Yəni Peyğəmbərsiz mümkündür ki, insan bəzi şeylər tapa bilmək. Quran-ı Kərim bəzi şeylərə işarə edib, hətta Peyğəmbər sallallahu buyurur ki, وَعَلَّمَكَ مَا لَمْ تَكُنْ تَعْلَمْ. Sənin bilə bilməyəcəyin şeyi öyrətdiyi insanlara da deyir.
Və yuallimukum ma lam takunu ta'lamun. Bir var insan əqli çərçivəsində bəzi şeyləri dərk edə bilər. Oğurluq haramdır, qeybət haramdır, misal üçün kiməsə əziyyət etmək haramdır. Bəzi məsələlər var ki, ibadi məsələlərdir filandır. Onu biz əqlimizlə düzgün şəkildə tapa bilməzdik. Bəli. Yəni elə qaydalar, elə qanunlar var ki, yəni insan ağlının dərk eləyə bilməyəcəyi məsələlər kimi. Və mə ədraka, Allah Qurani-Kərimdə elə veriliş öncəsi biz bu barədə bir neçə kəlmə danışdıq. Yəni zehnə gələn budur ki, insan ağlı hər mənada hidayət yolunu tapa bilməkdə yəni kamil deyil. Hər mənada kamil deyil. Yəni acizliyimiz də var deyə inni a'lamu ma la ta'lamun məsələlərinə bənzər məsələlər. Allah buyurur, hətta mələklərə buyurur, hansı ki mələklər Allahın qüdrətini görürdülər. Yəni onlar Allahın möcüzələrinin belə demək olar ki, iş görənləridir, həyata keçirənləridir. Hardasa məsələn bir bulud gəlməlidirsə, hədislərdən oxumuşuq ki, o buludu mələklər gətirir, yağışı mələklər gətirir. Yəni Allahın idraçıları hansı ki o möcüzəni görə-görə yaşaya-yaşaya Allaha qarşı bir iddia irəli sürmüşdülər də, belə deyə fikir bölüb mübadiləsi aparmışdılar da. Ki Allah ki buyurur inni ca'ilun fil ardı xalifə qalu etec'alu fiha men yufsidu fiha və yasfiku d-dimā və nahnu nusabbihu bihamdikə və nuqaddisu lək. O ayə Bəqərə 30-cu ayə. Ki onu əzizlərimiz inşallah bir mütaliə eləyərlər. Neynirsən bu insanı yaradıb, neynirsən bunu xəlq eləyib. Allah sonda nə buyurur? İnni a'lamu ma la ta'lamun. Mənim bildiyimi siz bilməzsiniz. Yəni ağıl belə başa düşülür ki, yəni mən böyüklərimizdən üzr istəyirəm, dəyərli ustadlar inşallah mümkündür bizi izləsinlər, görsünlər. Yəni düşündüyüm budur ki, insan ağlı tam kamil şəkildə ilahi hidayəti dərk eləyə bilmir. Yəni ona dəstək lazımdır. Kənardan da bir dəstək Qurani-Kərimdir. Allahın özünün göndərdiyi peyğəmbər və onun kitabıdır. Digər verilişlərdə inşallah əziz izləyicilərimiz baxsalar, Ustad Əhliman, Hacı Əhliman bu mövzulara maraqlı yanaşmalar eləyir inşallah. Allah bu verilişdə də bizləri müvəffəq eləsin. Allah hər birinizdən razı olsun. Əziz dəyərli izləyicilərimiz, sizlərin duası ilə gələn verilişlərdə görüşmək ümidi ilə. Allah'a emanet olun.